Salamlayıram hər kəsi. Mən Ayxan Məmmədli. Bugün tarix fənnində maraqlı mövzulardan biri olan Dehli Sultanlığı mövzusundan danışacağıq. Bu mövzunu izah edəcəm sizlər üçün. Birinci bu məsələni qeyd edeyim. Dehli Sultanlığı İngilizcədə də siz görəcəksiniz. Türk mənşəli bir dövlətdir. Hindistanda yaranmasına rəğmən. Mövzunu yaxşı öyrənməyə çalışaq. Ona görə ki, Dövlət İmtahan Mərkəzi Türk dövlətlərindən sual təyin etməyi xoşlayır və bu mövzudan da sual düşmə ehtimalı əlbəttə ki, var. Digər bir tərəfdən izahda da görəcəksiniz, çox maraqlı bir mövzudur. Düzdür, abituriyentlər niyəsə bu mövzunu biraz abituriyentlər üçün qarışıq gəlir, amma düşünürəm ki, izahdan sonra belə bir problem olmayacaq. Mövzuya keçməzdən öncə bir məsələni qeyd edək, elə birbaşa 1206-1526-cı illərdə mövcud olub Dehli Sultanlığı. Dehli Sultanlığı ilə bağlı bir, necə deyərlər, plan təqdim etsəm, biz bugün dərsdə öyrənirik, daha doğrusu izahda öyrənəcəyik. Dövlətin yaranması və Qütbəddin Aybəkdən danışırıq, hansı ki, dövlətin qurucusudur. İkinci mərhələdə biz Şəmsəddin İltutmuş, Raziyə Sultan və Qiyasəddin Balabandan danışacağıq. Üçüncü mərhələdə Əladdin Xələc və dövlətin yüksəlişi, bu isə çox maraqlıdır, daha çox maraqlıdır. Dördüncü hissədə isə dövlətin sübutu, idarəetmə və torpaq formasından danışmış olur. Birinci məsələni bunu qeyd edək. Biz qeyd etdik ki, Dehli Sultanlığı Türk mənşəli bir dövlətdir və hətta 4-cü əsrdən etibarən Cənubi Asiyada yaşayan türklər Hindistanın şimal ərazisinə həmişə maraqlı olublar. Bu da çox normaldır. Xəritəyə biz baxsaq, burada necə deyərlər, Dehli Sultanlığının ərazisini çəkməyə çalışmışam. Xüsusilə rəssamlıq qabiliyyətim olmasa da, hər halda çalışmışam ki, vizual olaraq daha aydın olsun. Məsələ nədən ibarətdir? Aydın məsələ ki, Hindistandan şimalda yaşayırdı türklər və onlar yürüyüş edirlərsə, hücum edirlərsə, Hindistanın şimal ərazisinə birinci olaraq hücum etməlidirlər ki, daha sonra içə doğru, yəni və yaxud cənuba doğru gələ bilsinlər. Və bu prosesdən sonra, yəni 4-cü əsrdən sonra 6-cı əsrin əvvəllərində Hindistanın şimal-qərb hissəsinə Miharaqulu xan yürüşü var. Miharaqulu xan. Və Miharaqulu xan biz bilirik, Axund hökmdarı idi. Hansı ki, Axund dövlətinin ən güclü hökmdarıdır. Hindistanın şimal-qərbinə yürüş etmişdi və əlbəttə ki, uğur qazana bilmişdi. Ondan sonra Türk dövlətlərindən 11-ci əsrdə Sultan Mahmud Qəznəvili və yaxud Qəznəvinin müxtəlif formalarda görə bilərsiniz kitablarda hücumu var. Hətta biz qeyd edirdik ki, kitablarda 17 dəfə yürüş edir, qənimət ələ keçirir, geri qayıdır və s. Onu qeyd eləmək olar. Ümumilikdə isə yoldaşlar 6-19-cu əsrlər və daha dəqiq isə 6-cı əsrdən 19-cu əsrin ortalarına qədər ümumi bir yuvarlaq götürsək, türklərin hakimiyyəti bu bölgədə mövcuddur. Bu da, yəqin ki, aydındır bu hissəsi. Ən önəmli məsələlərdən biri 12-ci əsr sonlarında baş verir. Hansı ki, Gürlü tayfaları Qəznəvilər dövləti üzərində hakimiyyəti ələ keçirdilər və hakimiyyəti ələ keçirdikdən sonra mövcud əraziyə artıq Gürlü tayfaları nəzarət etməyə başlayırlar. Və nəzarət prosesində hücum zamanı ələ keçirilmiş şəxslər, təbii ki, oğlan uşaqlarından necə deyirlər söhbət edir, onlar xüsusi təlim, onlara xüsusi belə deyək ki, təlim keçirir, xüsusi formada hazırlanır və döyüşçü halına necə deyirlər gətirilirdi. Və bu döyüşçülər demək adlanırdı, hansı ki bu təlim keçmiş döyüşçülər məmlüklər və ya qulamlar. Həmin məmlük və qulamlardan biri Qütbəddin Aybəkdir. Bunu xüsusi olaraq qeyd edək. Yerləmişən Qütbəddin Aybək dövlətin ilk hökmdarıdır, qurucusudur. Yeni bir dövlətin əsasını qoyur məhz Aybək və 1206-cı ildə yarandı bu dövlət. Bir haşiyə çıxaraq, 1206-cı ildə biz bilirik başqa bir dövlət yaranır, Böyük Monqol İmperiyası, Çingiz xan tərəfindən, testlərdə oxşarlıq olaraq siz bunu görə bilərsiniz. Dövlətin paytaxtı, ümumiyyətlə dövlət hansı ərazidə meydana gəlir? Dövlət Hindistan ərazisində meydana gəlir. Görürük, Hind okeanı ətrafı, Ərəbistan və şimalda qeyd etdiyim kimi Asiya yerləşir. Birinci paytaxt Hindistanın şimal hissəsində Dehlidir, daha sonradan isə paytaxt Yogir şəhərinə köçürüləcək. Bunu da qeyd etmiş olalım. Qütbəddin Aybəkdən biz danışdıq, qeyd etdik ki, ilk paytaxt Dehli, daha sonra paytaxt Yogir olacaq və biz məmlük və qulam ifadəsindən qeyd etdik və bu məmlüklərin adı ilə yeni bir sülalənin əsası da qoyulmuş olur. Söhbət Məmlüklər sülaləsindən gedir. Məmlüklər sülaləsi 1206-1290-cı illərdədir. Yeri gəlmişəm, Qütbəddin Aybəkin hakimiyyəti dövrü 1206-1210-cu illərə əhatə edir
Və bu o deməkdir ki, Məmlüklər sülaləsinin bir neçə hökmdarı var hər halda. Yəni çünki Aybək ayrı məsələ ki, tək hökmdar deyil. Və bu hökmdarlar kimdir? İkinci mərhələdə hansı ki biz danışacağıq, Şəmsəddin Eltutmuşdur, eyni zamanda Raziyə Sultandır və Qiyasəddin Balabandır. Bu hökmdarlar da Məmlüklər sülaləsinin hökmdarları hesab olunur. Qütbəddin Aybək dövlət yaradır və dövlət yaratdıqdan sonra belə deyək, Hindistanın şimalı Aybək tərəfindən tutuldu, aydın məsələdir. Və önəmli məsələlərdən biri odur ki, Qütbəddin Aybək daxili siyasətdə xüsusi önəm verirdi iki məsələyə. Birinci məsələ İslam dini amili idi, ikinci məsələ Türk dili amili idi. Və hətta sizə bir məsələ qeyd edək, Dehli Sultanlığı Hindistan ərazisində yaranmış ilk Türk dövləti hesab olunur. Baxın, bu cümləyə xüsusi diqqət edək. Mən demədim ilk Türk dövləti. Qeyd etdim ki, Hindistan ərazisində yaranan ilk Türk dövləti. Və bundan sonra biz bir məsələni də qeyd edirik. İslam dini və Türk dili amilini biz qeyd etdik. Nəyi demək istəyirəm? Türk dilinə xüsusi önəm verir. Hətta mənbələr yazır ki, Türk dilini bilməyən məmurları Qütbəddin Aybək hətta cəzalandırırdı. Yəni, bu qədər önəmli idi Türk dili Aybək üçün. Və mədəni məsələdə də Aybəkin fəaliyyəti var, hansı ki, Qütb Minar memarlıq nümunəsi abidəsini inşa etdirir Qütbəddin Aybək. Buraya qədər yəqin ki, proses aydındır. 6-cı əsrin əvvəllərində Mihar Əbdülxanın yürüyüşü oldu, biz bu barədə danışdıq. 6-19-cu əsrin ortalarına qədər Türklərin hakimiyyəti dövrüdür Hindistanda. Eyni zamanda 12-ci əsrin sonlarında Gürulların hakimiyyəti. Biz qeyd etdik ki, onlar xüsusi döyüşçülər hazırlayırlar, hansı ki, həmin təlim keçmiş döyüşçülər Məmlüklər və ya Qulamlar adlanırdı. Dövlətin ilk paytaxtı Dehlidir, Hindistanın şimalında yerləşir. Dövlətin ikinci paytaxtı Diyagirdir, Hindistanın cənubunda yerləşir. Və Məmlüklər sülaləsi dövründən danışdıq. 1206-cı ildən 1290-cı ilə qədər hakimiyyət olublar. Hindistanın şimalında tutur Qütbəddin Aybək və eyni zamanda xüsusi önəm verirdi İslam dini və Türk dili amilindən və eyni zamanda inşa etdirmişdi memarlıq nümunəsi olaraq Qütb Minar memarlıq nümunəsini. Yoldaşlar, ikinci mərhələyə biz keçid edə bilərik artıq. Bu mərhələdə biz Şəmsəddin Eltutmuşdan danışırıq və Şəmsəddin Eltutmuş hakimiyyətdə olub 1210-cu ildən 1231-ci il olmalıdır gərək ki. Və demək, burada önəmli bir məsələlərdən biri Şəmsəddin Eltutmuş Şimali Hindistanda möhkəmlənir. Aydın məsələ ki, Hindistanın şimalı Aybək tərəfindən tutulmuşdur və Eltutmuş isə bu tutulmuş ərazidə biraz da Dehli Sultanlığının gücünü, hakimiyyətini möhkəmləndirmiş olur. Önəmli məsələlərdən biri Dehli Sultanlığı ərazisinə Şəmsəddin Eltutmuşun hakimiyyəti dövründə Monqolların hücumu baş verir və Monqol hücumlarının qarşısını almağa müvəffəq olur. Bu məsələni biraz izah edeyim. Necə olur ki, Monqollar Hindistana yürüş etməli olurlar və yaxud bu ərazilərə gəlməli olurlar? Əslində, Monqollar Mərkəzi Asiyada Xarəzmşahlar dövləti üzərində yürüş etmişdir. Monqol hücumları olduğuna görə Xarəzmşah Cəlaləddin Monqollardan qaçır və Dehli Sultanlığı ərazisinə gəlir. Şəmsəddin Eltutmuş, hətta biz burada qeyd etmişik, Xarəzmşah Cəlaləddinə sığınacaq da verilmişdir. Və Xarəzmşah Cəlaləddinin necə deyirlər, arxasınca Monqollar bu əraziyə gəldiyinə görə Şəmsəddin Eltutmuş Monqol yürüşlərini dəf etmək məcburiyyətində qalmışdı. İlk proses, necə deyirlər, Monqollar və Dehli Sultanlığı ilə bir qarşılaşma bu formada baş verir. Eyni zamanda Şəmsəddin Eltutmuşun hakimiyyəti dövründə şərqdə dövlətin ərazisi genişlənir, yəni şərq hissəni nəzərdə tutulur. Və digər bir tərəfdən isə Şəmsəddin Eltutmuş nizami ordu yaradır və eyni zamanda adına pul kəsdirmişdir. Bu məsələdə xüsusi olaraq vurğulamaq lazımdır. Şəmsəddin Eltutmuş eyni ilə Aybək kimi Türk dili amilinə və İslam dini amilinə önəm verirdi və hətta Abbasi xəlifəsi ilə dostluq münasibətləri də yaratmışdı. Abbasi xəlifəsi Şəmsəddin Eltutmuşu sultan olaraq tanımışdı. Bunu da xüsusi olaraq qeyd edə bilərik. Və eyni zamanda o öz vəliəhdi, yəni özündən sonra hakimiyyətə nümayəndə olaraq Raziyə Sultanı, Raziyə xanımı necə deyərlər, vəliəhd təyin edir. Raziyə Sultan Şəmsəddin Eltutmuşun qızıdır. 1236-1240-cı illərdə hakimiyyətdə olub, ilk qadın hökmdardır. Bunu da qeyd edə bilərik. Əslində, bu ilk qadın hökmdar məsələsində biraz mübahisə eləmək olar, hər halda bu testlərdə də düşməyəcək vacib deyil. Dehli Sultanlığında ən azı belədir, bunu qeyd etmək olar. Xüsusi bir şey qeyd edə bilmirik Raziyə Sultanla bağlı, çünki daxili çəkişmələr, ixtişaşlar dövrüdür, ciddi nə eləsə yadda qalmır, elə hakimiyyət ili də çox azdır, 4 il cəmi hakimiyyətdə oldu.
Və Raziyə Sultandan sonra hakimiyyətə Qiyasəddin Balaban gəlir. Qiyasəddin Balaban 1266-1287-ci illərdə hakimiyyət olub. Qiyasəddin Balabanın hakimiyyətə gəlməsi maraqlıdır. O baxımdan ki, hərbiçilərin köməyi ilə Qiyasəddin Balaban hakimiyyətə gəlmişdi. Bu məsələni xüsusi olaraq vurğulamaq lazımdır. Digər önəmli bir məsələ bundan ibarətdir ki, dövlətin parçalanmasının qarşısını alır. Hansı ki, Raziyə Sultandan qalma, belə deyək ki, problemləri qismən Qiyasəddin Balaban həll etməyə nail oldu. Və digər bir tərəfdən Hind feodalları və Monqollara qarşı mübarizə aparır və onları məğlub etməyə bacarır. Aydın məsələ ki, türk və müsəlman idarə etməsi var. Hind feodalları, Hind racələri, necə deyərlər, Dehli Sultanlığında hökmdara qarşı çıxırlar zaman-zaman. Onları məğlub edir və Monqolları məğlub edir. Demək, biz burada iki məsələyə şahid olduq. Nə baxımdan? Monqol yürüşləri həm Şəmsəddin Əltutmuşun hakimiyyəti dövründə var, həmçinin də Qiyasəddin Balabanın hakimiyyəti dövründə var. Yəni, testlərdə oxşar sual olaraq biz bunu görə bilərik. Bu mərhələ ilə bağlı bir daha qısa, necə deyirlər, keçsək, Şəmsəddin Əltutmuşun hakimiyyəti dövrüdür. Biz qeyd etdik ki, Şəmsəddin Əltutmuş Xələcə sülaləsinin nümayəndəsidir orada. Şimali Hindistanda möhkəmlənir. Eyni zamanda ölkəyə Monqol yürüşlərini, dəf edir ölkəyə olan Monqol yürüşlərini. Xarəzmşah Cəlaləddinə sığınacaq vermişdi. Bu prosesi izah etdik. Necə olmuşdu bu hadisə? Şərqdə dövlətin ərazisini gücləndirmişdi. İslam dini amilinə, türk dili amilinə önəm verirdi. Bunu qeyd edə bilərik. Nizami ordu yaratmışdı. Bu məsələ çox önəmlidir. Adına pul kəsdirmişdi. Bunu qeyd edə bilərik. Abbasi xəlifəsi ilə dostluq məsələsindən biz danışdıq. Eyni zamanda Raziyə xanımın vəliyə təyin olunması məsələsindən biz toxunduq. Daha sonra biz qeyd etdik, Raziyə Sultan ilk qadın hökmdar sayılır, 1236-40-cı illərdə hakimiyyətdə olub, ciddi nəyləsə yadda qalmadı. Ondan sonra isə hakimiyyətə Qiyasəddin Balaban gəlir 1266-1287-ci illərdə. Hərbiçilərin köməyi ilə hakimiyyətə gəlmişdi. Raziyə Sultandan qalma problemləri, ixtişaşları qismən həll etməyə nail olur və önəmli məsələlərdən biri Hind feodalları və Monqolları məğlub etməyi bacarır. Üçüncü mərhələ yoldaşlar, Əlaəddin Xələcə və dövlətin yüksəlişi hissəsidir. Bu mərhələ daha maraqlıdır, ona görə ki, dövlətin ən inkişaf etmiş dönəmidir. Yeri gəlmişkən, siz burada diqqət edirsinizsə, Əlaəddin Xələcdən biz danışanda Xələclər sülaləsindən bəhs etmiş olacaq. Bu deməkdir ki, Məmlüklər sülaləsi dövrü başa çatır 1290-cı ildə. Yeni bir dönəm başlayır Xələclər sülaləsi. Amma bir məsələ diqqətinizə çatdırmaq istəyirəm. Xələclər sülaləsi 1290-1320-ci illərdə hakimiyyətdə olub. Və fikir veririksə, 1290-cı ildə Xələclər sülaləsi dövrü başlayır. Amma Əlaəddin Xələcin hakimiyyətə gəlməsi, daha doğrusu Əlaəddin Xələcin hakimiyyəti dövrü 1296-1316-cı illər əhatə edir. Deməli, Əlaəddin Xələc Xələclər sülaləsinin ilk hökmdarı deyil. Bizim, yəni Dövlət İmtahan Mərkəzinin təyin etdiyi plan əsasında biz öyrənirik ki, Əlaəddin Xələc Xələclər sülaləsinin ən görkəmli hökmdarıdır. Yəqin ki, bu hissəni izah edə bildim. Əlaəddin Xələclə Monqolların hücumlarının qarşısını alır. Bu hissəyə diqqət çəksək, tamamilə Monqol hücumlarının qarşısını aldı. Deməli, Monqollarla bağlı biz bir məsələyə xüsusi diqqət çəkməliyik. Şəmsəddin Əltutmuşun hakimiyyəti dövründə Monqolların qarşısı alınıb, hücumlarının, Qiyasəddin Balaban Monqolların hücumlarına qarşısı alınıb, eyni zamanda Əlaəddin Xələc. Amma Əlaəddin Xələc Monqol hücumlarının qarşısını tamamilə aldı. Bu demək ki, bu hadisədən sonra, Xələcin dövründən sonra artıq Monqolların hücumu ilə biz rastlaşmırıq. Əlaəddin Xələcə qədər biz qeyd edirdik ki, Şimali Hindistan Məmlüklər sülaləsi hökmdarlarının nəzarətindədir. Amma Xələcin hakimiyyət dövründə biz qeyd edirik ki, Cənubi Hindistanı tabe edir. Cənubi Hindistanı tabe edir və bu o deməkdir ki, Əlaəddin Xələcin dövründə bütün Hindistan məhz Xələcər sülaləsinin, yəni Dehli Sultanlığının nəzarətindədir, hakimiyyəti altındadır. Əlaəddin Xələclə bağlı önəmli məsələlərdən biri vergi məsələsi də hansı ki, vergi sistemini nizamlayır və bu o deməkdir ki, vergi sistemi nizamlanarsa iqtisadiyyat inkişaf edəcək. Bu məsələyə diqqət edilək. Digər önəmli məsələlərdən biri Əlaəddin Xələcin hakimiyyəti dövründə, hansı ki, testlərdə çox sual düşür buna dair, hərbi xidmətə görə torpaqlar verilirdi. Aydın məsələ ki, sərkərdələrə verilirdi və bu torpaqlar türk sərkərdələrə verilirdi, hansı ki, bu türk sərkərdələr zəmindarlar adlanırdılar. Və zəmindarlara hərbi xidmətə görə verilən torpaqlar onların əlindən alındı. Sual, torpaqlar onların əlindən alınıb, bəs həmin torpaqlar hansı məqsədlə istifadə olunurdu? Məqsəd ondan ibarət idi ki, kəndlilərə həmin torpaqlar daha sonra icariyə verilməyə başladı. Bu detalı da qeyd edək.
Digər bir məsələ, bəs sərkərdələrə torpaq verilmirdi. Necə deyərlər, şərti torpaqlar paylanılmırdı. Bəs nə baş verirdi? Nəticə etibarilə bunu qeyd edə bilərik. Pul şəklində maaş verməyə başladı. Yeri gəlmişəm, bu hadisə, pul şəklində maaş verilməsi hadisəsi Əlaəddin Xələclə Azərbaycan dövləti olan Əfşarlar dövlətinin qurucusu Nadir Şah arasında oxşar cəhətdir ki, hansı ki, o da məmurlara pul şəklində maaş verirdi. Digər bir tərəfdən bir məsələni qeyd edək, xüsusi qeyd olaraq kitabda bunu necə deyərlər, görməyə bilərik. Xələclər sülaləsi Axundların varisi hesab olunur. Bunu da qeyd edək və biz Axundlar barəsində sizinlə danışmışdıq 6-cı əsrlərində Mihraqulu xanım bura yürüşü baş vermişdi. Bu isə mənə gəlir ki, aydındır. Bir daha qısa keçsək. Xələclər sülaləsi 1290-1320-ci illərə əhatə edir. Biz qeyd etdik ki, Əlaəddin Xələc ən görkəmli nümayəndəsidir. Cənubi Hindistana tabe edib, Monqol hücumlarının qarşısını tamamilə aldı, vergini nizamladı, iqtisadiyyatı inkişaf etdi. Hərbi xidmətə görə verilən torpaqlar zəmindarlardan alındı, həmin torpaqlar kəndlərə icarəyə verildi və digər önəmli bir məsələ bundan ibarət ki, pul şəklində maaş verilməyə başlandı. Və bir daha qeyd edək, Xələclər sülaləsi Axundların varisi hesab olunur. Dördüncü, sonuncu mərhələyə keçid alırıq. Bu mərhələ dövlətin sübutu, idarəetmə və torpaq formasıdır. Dövlətin zəifləməsi mərhələsi başlayır yoldaşlar və bu mərhələ 14-cü əsrin artıq 80-ci illərindən etibarən başlayır. Biz artıq dövlətin zəifləməsini görürük, daxili ixtişaşları görürük, hansı ki, daxili problemlər var. Daxili problemlər dedikdə xüsusən biz müsəlmanlar və Hind racilər arasında olan qarşıdurmanı qeyd edə bilərik. Və 14-cü əsrin sonunda daha dəqiq bir ildə qeyd etmək olar, 1300, demək 98-ci ildə Teymurilər dövlətinin qurucusu Əmir Teymurun demək yürüşü baş verir Hindistan ərazisinə. Əmir Teymurun yürüşü problemli Dehli Sultanlığının vəziyyətini biraz da ağırlaşdırır. Yəni daxili problemlər var idi, hansı ki biz qeyd elədik müsəlman və hindlər arasında olan problemlər artıq xarici problemlərdən bura əlavə olunur və nəticə etibarilə Dehli Sultanlığında ciddi şəkildə problemlər yaşanır və dövlət zəifləməyə başlayır. Bunu qeyd edə bilərik. Və digər bir tərəfdən hətta 15-ci əsrin ortalarında biz Əfqan mənşəli sülalələrin artıq Dehli Sultanlığında hakimiyyətə gəlişinə şahid oluruq. Digər bir tərəfdən isə İslam dinli müsəlmanlar və eyni zamanda Hind racələri arasında qarşıdurma biraz da kəskinləşir. Yeri gəlmişək, şimal və mərkəz hissədə daha çox müsəlmanlar yaşayırlar, cənub hissədə isə Hind racələrin hakimiyyəti hökm sürürdü. Bunu da qeyd etmək olar. Digər bir tərəfdən isə feodallar artıq kömək istəyirlər, yeni bir şəxsə üst tuturlar. Hansı ki artıq 16-cı əsrin əvvəllərində Dehli Sultanlığında faktiki olaraq hökmdarın demək olar ki ciddi bir gücü qalmamışdı. Yeri gəlmişən sonuncu Dehli Sultanı hökmdarı İbrahim Ludidir və feodallar kömək istəyirlər Zahirəddin Baburdan. Zahirəddin Baburla demək İbrahim Ludi arasında isə həlledici döyüş baş verir. 16-cı əsrin əvvəlləri deyə bilərik. 1526-cı ildə Panipat döyüşü və Panipat döyüşündə Zahirəddin Babur qələbə qazanır. Sonuncu Dehli Sultanı İbrahim Ludi hakimiyyətdən salınır və nəticə etibarilə Dehli Sultanlığının varlığına son qoyulur. Bu detalı xüsusi olaraq vurğulayar. Yeri gəlmişək, yeni bir dövlət yaranır. Babur tərəfindən böyük Moğol dövləti yaranır. Eyni coğrafiyada yaranacaq. Növbəti dərslərdə inşallah bu mövzunda izahını təqdim edəcəm. Dövlətin idarəetmə formasından biz danışsaq, dövləti sultan idarə edirdi. Aydın məsələdir. Dövlətin adından da biz bunu görürük. Dehli Sultanlığı. Baş vəzir əslində çox sadə bir məsələdir. Mülki və hərbi məsələlərə nəzarət edirdi. Dövlət inzibati cəhətdən vilayətlərə bölünmüşdü. Vilayətlər isə dairələrə bölünmüşdü. Vilayətlər idarə edirdi valilər, dairələri idarə edirdi rəislər. Bunu xüsusi olaraq qeyd edək. Qazilər isə məhkəmə işlərini nəzarət edirdilər. Yəni bu da aydın məsələdir. Azərbaycan dövlətlərində biz buna şahid olmuşuq. Ümumiyyətlə digər necə deyirlər, Türk dövlətlərində də biz buna şahid oluruq. Siyasi quruluşu olaraq aydın məsələ ki, dövlət monarxiyadır. Yəni tək nəfərli idarəetmə modelinə əsaslanır. Məşvərətçi bir şura olsa da dövləti hökmdar idarə edir. Bunu xüsusi olaraq vurğulayar. İctimai quruluşu isə aydın məsələ ki, feodal dövləti. Çünki feodalizm dövrüdür. Demək, şərqdə yerləşir bu dövlət. Şərqdə isə feodalizm 3-19-cu əsrlərə aiddir. Həmin aralığı. Yer gəlmişən klassik feodalizm dövrüdür. Çünki 11-15-ci əsrlər klassik feodalizm dövrü adlanır. Onu da xüsusi olaraq vurğulaya bilərik. Torpaq formalarına keçid etsək, bu da sizlər üçün tanış olacaq əslində. Dövlət torpaqları var. Dövlət torpaqları mülkiyyətçi dövlətdir. Yəni, ümumi dövlətin nəzarətində olan torpaqlardır. Bu formada izah vermək olar.
xas və ya xasə, bu formada siz bu torpaq formasına rast gəlmişsiniz. Sultan ailəsinə məxsus torpaqlardır. Yaxud biz digər dövlətlər, misal üçün, ərəb xilafətdən nə digərlə veririk ki, xilafət və yaxud onun, yəni hökmdar və onun ailəsinə məxsus torpaqlar hesab olunur. İqta torpaqlarından biz danışa bilərik. İqta ilə bağlı ümumiyyətlə ərəb xilafətində yaranmış bir torpaq növüdür, bu barədə məlumatlıyıq. Və İqta ilə bağlı biz bu məsələni qeyd eləmişdik ki, iki forması var, şərti və irsi. İrsi aydın məsəl ki, nəsildən nəslə keçirir, atadan oğul ötürülür. Şərti torpağı isə sərkərdələrə verilir bir müddətlik, yəni onlar sərkərdəlik fəaliyyətini dayandıranda torpaqlar geri alınırdı və digərlərinə verilirdi. Türk sərkərdələrə verilən torpaqlar ilə sahibi zəmindarlar adlanırdı. Hansı ki, Əlaəddin Xələcə danışanda biz o hərbi xidmətə görə verilən torpaqlar alanda qeyd etmişdik ki, Türk sərkərdələrinin nəzarətindəydi bu iqta torpaqları və zəmindarlar adlanırdılar. Mülk aydın məsələdir, feodalların xüsusi mülkiyyəti idi, irsi xarakter daşıyırdı və dini idarələrə, məscid və mədrəsələrə məxsus torpaqlar idi. Ümumi qeyd edə bilərik, dini zəmində verilirdi. Sonuncu icma torpaqları ilə bağlı qeyd edə bilərik ki, kənd icmalarına məxsus torpaqlar idi. Bu məsələni də qeyd edək. Bir daha toxunsaq biz 4-cü hissəyə, dövlət zəifləməsi 14-cü əsrin 80-ci illər hesab olunur. Əfqan mənşəli Sularənin hakimiyyəti dövrü 15-ci əsrin ortalarıdır. Orada bir məsələni xüsusi olaraq qeyd edək. Əmir Teymurun yürüşündən biz tanışdıq. Əmir Teymurun yürüşü 1398-ci ildir, yaxud 14-cü əsrin sonudur. Artıq xarici səbəb də təsir etməyə başlayır dövlətin süqutuna. Şimal və mərkəzi hissədə daha çox müsəlmanlar yaşayırdı, cənubda daha çox Hind racilər yaşayırdı. Feodallar kömək istəyir Zahirəddin Baburdan. Panipat döyüşü 1526-cı il həlledici döyüşdür və hansı ki, İbrahimlu ilə hakimiyyətdən salınır və Baburun qələbəsi yeni bir dövlətin Moğol imperiyasının yaranmasına gətirib çıxarır. Delhi Sultanlığının ərazisi bir daha izah etməyə ehtiyac yoxdur. Əvvəlki hissədə bu barədə danışmışıq. Dövləti idarə edir sultan, baş vəzir mülki məsələlərə, hərbi məsələlərə baxırdı. Vali vilayətləri idarə edir, rəis dairələri idarə edir, qazi məhkəmə işlərinə baxır. Siyasi quruluş olaraq monarxiyadır, ictimai quruluş olaraq feodal dövlətdir. Bunu xüsus olaraq qeyd edə bilərik. Dövlət torpaqları dövlət mülkiyyətində olan torpaqlardır. Xas sultan ailəsinə məxsus torpaqlardır. İqta türk sərkərdələrə verilən şərti torpaqlar idi. Sahibi zəmindarlar adlanırdı. Mülk feodalların şəxsi, irsi, özlərinə məxsus torpaqlarıdır. Vəqf dini zəmində verilən torpaqlardır. İcma torpaqları isə kənd icmalarına məxsus torpaqlardır. Yoldaşlar, bugün biz Delhi Sultanlığını izah elədik. 1206-1526-cı illərdə mövcud olmuşdu bu dövlət. Deməli, ümid edirəm, izah anlaşılır oldu və yaddan çıxan və yaxud kənarda qalan hər hansısa bir məlumat ümid edirəm ki, olmadı. Dinlədiyiniz üçün təşəkkür edirəm.